Salam. Vəkil Fərhad Mehdiyevin qızının yol qəzasında faciəsinə dair sosial şəbəkələrdə yayılan mənzərələri insanların o dəhşətli kadrları paylaşmaq və yaymaq yarışını həm peşəkar, həm də insani baxımdan böyük təəssüflə izləyirəm. Bu xəstəxal marağın artıq bir fərdi hadisə deyil, cəmiyyətimizdə total bir xarakter daşıyan mənəvi epidemiya halına gəldiyini görmək olduqca ağırdır. Başqasının faciəsini, dərdini şou materialına, baxış sayı, like alətinə çevirmək bizim nə qədər dayaza endiyimizi göstərir. Platonun 2500 il əvvəl yazdığı dövlət əsəri var. Burada məşhur Leontios hekayəsi var. Leontios adlı gənc şəhərə qayıdarkən edam olunmuş insanların cəsədini görür. İçindəki o qaranlıq, bəsit və irrasional maraq onu cəsədlərə baxmağa təhrik edir. Amma eyni zamanda onun ağlı, ləyaqəti və şuuru deyir ki, baxma, bu iyrəncdir, sənə yaraşmaz. Leontios uzun müddət özü ilə mübarizə aparır ki, baxım, baxmayım, gözlərin yumur, üzün çevirir. Sonda daxili nəfsinə məğlub olur, cəsədlərə bərəlmiş gözləri ilə baxır, amma dərhal da böyük peşmançılıq və xəcalət çəkir, sonra da özü gözlərinə qəzəblənərək deyir, alın, baxın, ey lənətlə gəlmişlər, doyun bu mənzərədən. Platonun qəhrəmanı faciədən xəstəhal həzz almaq üçün tərəddüd edirdi. Doğru ilə səhvin fərqini bilirdi. Baxsa da saniyələr sonra özünü ittiham edir, öz içində mənəvi mühakimə qururdu. Çünki onda hələ ölməmiş bir vicdan və əxlaqi şuur var idi. Təəssüflə deməliyik ki, belə şeylər artıq bizim vezimizə də deyil. Bugün Fərhad müəllimin qızının qəza şəkillərini, videolarını çəkib paylayan, o kadrlara böyük maraqla tamaşa edən müasir insan heç bir daxili mühakimə yaşamır. Gözünü o dəhşətli mənzərəyə tikəndə utanmır. Telefonu çıxarıb çəkəndə tərəddüd etmir. Paylaşandan sonra da özünü zərrə qədər günahkar kimi qəbul etmir. Özünü ittiham etmir. Texnologiya bəlkə də bizi inkişaf etdirib, amma içimizdəki o Leontios xəcalətini, bizi insan edən o mənəvi torumuzu tamamilə yox edib. Unutmayaq, hüquq qanunlarla tənzimlənə bilər, amma ləyaqət və humanizm qanunla diktə edilə, məcbur edilə bilməz. Başqasının faciəsinə tamaşa etməkdən və onu tirajlamaqdan imtina etmək bizim hər birimizin mənəvi borcumuzdur. Sivil və fəzilətli insan o qorxunc kadrları görəndə telefonu çıxarıb çəkən yox, Platonun dediyi kimi üzünü yana çevirib o insanın xatirəsinə və ailəsinin ağrısına hörmət edən insandır. Fərhad müəllimə və ailəsinə dərin hüzünlə başsağlığı verirəm. İtirdiyimiz sadəcə gənc deyil, həm də hər dəfə bu cür hadisələrdə dönə-dönə bastırdığımız insanlığımızdır.